xalqın ordu qarşısında müqaviməti Sovet imperiyasının iç yüzünü açıb ortaya qoydu ki, bu ordu uf demədən öz xalqına silah çəkib onu öldürə bilir. İnsanlar fədakarcasına bu işğalçılığın qarşısında dayandılar və bir gecənin içində yüzlərlə şəhid verdi və bu bizim Sovet imperiyasının mahiyyətinin açılmasına, onun çökməsinə səbəb olan əsas əməllərdən biri oldu, əsas hadisələrdən biri oldu ki, 20 yanvar hadisəsi. Amma bu tarixi biz gərək unutmayaq, bu bizim yaxın tariximizdir, bu bizim fədakarlıq tariximizdir və Sovet imperiyasının çökməsinə Azərbaycan xalqının verdiyi özünə məxsus bir töhfədir. Ona görə də biz şəhidlərin xatirəsini əziz tutmalıyıq, şəhadət mədəniyyətini insanlar içində təbliğ etməliyik. Bu dünyadan hamımız bir gün köçəcəyik, amma doğrudan da xoş o kişilərin halına ki, bu dəyərsiz bədənlərini verib Allahı qazandılar. Allah hamımıza belə bir şərafətli ölüm nəsib eləsin inşallah.